Balakən rayonunun Qazminə kəndində həyətyanı ev satışa çıxarılır. Belə bir balaca həyəti var. Bu palma ağaçlarına kimi həyətyanın içinə düşür. Yəni bu hissə satılır. Ağaçdan belə bir sərhəddən, o da kubik daşla tikilmişdir. Yəni bu hissədən yol qapılar qoyulacaq. Məktəbə yaxın bir ərazidədir. Ayaq yolu kimi nəzərdə tutulub, hal-hazırda işlək deyil. Kubik daşla tikilib. Burada da balaca belə bir giriş qapısı var həyətinə. Girişdə belə bir mətbəx kimi istifadə olunubdur. Bura üstü monolitdir, amma otaq hazır deyil. Burada da bir dəqiqə. Burada belə bir qonaq otağı kimi. Burada da yenə mətbəxti var. Burada belə yataq otağıdır. Yataq otağı genişdir. Bu hissədə də ayaq yolusudur, duşudur. Balaca da olsa, yəni hamamı ayaq yolusu bir yerdədir. İşlək haldadır. Qiyməti videonun altında qeyd olunacaqdır.